Salam Qoşqar müəllim. Salam. Qoşqar müəllim, 11-ci sinifdən və 9 illik kolleclərdə neçə balla qəbul mümkündür? Zəhmət olmaz hansı baldan, hansı bal aralığında, hansı ixtisaslara qəbul var? Bununla bağlı ətraflı məlumat verin. Əlbəttə. Əvvəlcə başlayım 11 illik kolleclərdən. 11 illik kolleclərdə 9 illiklərdən fərqli olaraq ballar müəyyən qədər aşağı olur. Yəni, məsələn 11 illik kollecdən siz 50 balla da, 60 balla da, 70 balla da, rayonlarda müxtəlif ixtisaslara qəbul ola bilərsiniz. 90 bal və daha yuxarı balla Bakıda özəl kolleclərdə, 100 baldan daha yuxarı baldan isə Bakıda dövlət kolleclərində oxuya bilərsiniz. Müxtəlif ixtisaslar var və həmin ixtisasları bitirdikdən sonra da subbakalavr dərəcəsi alırsınız və universitetə imtahansız şəkildə keçid edə bilirsiniz. 9 illik kolleclərə gəldikdə isə burada ballar müəyyən qədər 11 illiyə nisbətən daha yüksəkdir. Məsələn, təxminən rayonlarda qəbul olmaq üçün 70-80 bala ehtiyacınız var və daha yuxarı balla, məsələn 90, 100, 110 balla isə Bakıda kolleclərdə oxuya bilərsiniz. Daha yüksək ballarla da əlbəttə daha ödənişsiz şəkildə bir çox yaxşı ixtisaslarda oxuya bilərsiniz ki, və subbakalavr dərəcəsi alırsınız, 3 il təhsil alırsınız, 3 ildən sonra deməli subbakalavr diplomu alıb universitetə imtahansız şəkildə keçid edə bilərsiniz. Əgər siz də kollecdə oxumaq istəyirsinizsə, ərizə təsdiqinizi eləməmiş olsanız belə problem yoxdur, narahat olmayın, bizə müraciət edin, ərizə təsdiqinizi də eləyəcəyik, ixtisas seçiminizi də. Təşəkkür edirik Qoşqar müəllim.